Hər vaxtınız xeyir müəllimlər. Bu video vasitəsilə deməli beynəlxalq qiymətləndirmə haqqında məlumat verəcəm. Beynəlxalq qiymətləndirmə bilirsiniz ki, hər bir ölkənin, hansı ki beynəlxalq qiymətləndirməyə qoşulan ölkənin, yəni həmin o beynəlxalq qiymətləndirmə TIMSS-ə, PIRLS-dırsa, PISA-dırsa, onun tələblərinə əsasən beynəlxalq müstəvidə qiymətləndirilməsi və eyni zamanda öz nəticələrini, hansı ki ilk onluğa daxil olmuş, inkişaf etmiş ölkələri təhsil sistemi, təhsil siyasətini müqayisə etməsidir. Qeyd edək ki, beynəlxalq qiymətləndirmədə əldə olunan nəticələr, yəni hansı ki ona qoşulan dövlətlərin əldə etdiyi nəticələr və onların təhsil siyasəti açıq şəkildə qeyd olunur ki, ölkələr, digər məsələn ölkələr hansı ki, demək 50-likdə olanlar, belə deyək ki, 40-lıqda olan ölkələr öz təhsil siyasətlərini həmin ölkələrlə müqayisə etsinlər, yəni inkişaf etmiş və ilk onluqda olan ölkələrlə müqayisə etsin və nəticə etibarilə irəliyə doğru gedə bilsinlər. Yəni bu müqayisə və onlar da öz təhsil sistemində, yəni müəyyən boşluqları məhz bu müqayisələr əsasında doldura bilərlər. İlkin olaraq beynəlxalq təhsil proqramlarından biri də TIMSS-dir. TIMSS-də gördüyünüz kimi riyaziyyat və təbiət elmləri haqqında biliklər, yəni beynəlxalq təhsil proqramı əsasında təhsil nailiyyətlərinin qiymətləndirilməsi və beynəlxalq assosiasiya deməli tərəfindən keçirilən demək bu qurum tərəfindən həyata keçirilir və ilk dəfə 1995-ci ildə keçirilmişdi. Təbii ki, bunları yadda saxlamaq lazımdır. Riyaziyyat və təbiət elmlərinə dair olan biliklərin belə beynəlxalq səviyyədə qiymətləndirilməsidir və ilk dəfə 2019-cu ildə keçirilmişdi, 2019-da 7-ci dəfə keçirilmişdi və burada 70-ə yaxın ölkə iştirak etmişdi. Ümumiyyətlə burada nə yoxlanılır? Burada əsasən uşaqların imtahan keçirilir. İmtahanda riyaziyyat və təbiət elmlərinə aid olan suallar verir və həmin suallar uşaqların texnologiya və mühəndislik üzrə olan biliklərini də qiymətləndirir. Yəni, deməli, riyaziyyat və təbiət elmləri üzrə verilən suallar uşaqların həm texnologiya, həm də mühəndislik haqqında olan biliklərini qiymətləndirmiş olur. Elə bu baxımdan da məktəblərdə STEAM dərsləri keçirilməyə başlayır ki, STEAM dərslərinin keçirilməsi həm uşaqlarda təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat üzrə biliklərini inkişaf elətdirməyə kömək edir. Bundan əlavə biz 21-ci əsr kompetensiyalarını keçəndə nə demişdik? Demişdik ki, riyazi savadlıq, demək elmi savadlıq, texnologiya və mühəndislik savadlığı. Bu əslində STEAM şagirdlərdə tam olaraq həmin savadlığın inkişafını təmin edir. Belə deyək ki, həmin kompetensiyanın inkişafını təmin edir. TIMSS-dən alınan nailiyyətlər şagirdlərin test nəticəsində, təbii ki, burada TIMSS-dən nailiyyətlər, yəni hansı ki o məlumatlar şagirdlərin test nəticəsi əsasında toplanılır və sorğu şkalası ilə birlikdə aşağıdakı məqsədlər üçün istifadə oluna bilir. Yəni bir sıra məqsədlər üçün istifadə oluna bilir. Və bu hansıdır? Milli səviyyədə nailiyyət trendlərinin qlobal miqyasda monitorinqi, təhsil siyasəti haqqında məlumat toplamaq üçün TIMSS nəticələrindən istifadə edilməsi və yeni və ya yenidən işlənmiş təhsil siyasətinin həyata keçirilməsi. Ola bilər ki, TIMSS-ə əsasən dövlətlərin TIMSS-də iştirak etməsində məqsəd nədir? Öz təhsil siyasəti ilə bağlı məlumat onu maraqlandırır ki, görəsən nə dərəcədə effektivdir və baxaraq həmin dövlətdə sonrakı təhsil siyasətini ona əsasən müəyyən edir. Şagirdlərdə riyaziyyat və təbiət elmləri üzrə nailiyyətlər məktəb və ev mühitə təsiri haqqında. Yəni şagird görəsən riyaziyyat və təbiət elmlərində əldə etdiyi bilikləri ev və yaxud da məktəb mühitində tətbiq edə bilirmi? Bundan əlavə
Yəni bu şəkildə qiymətləndirilir. Yəni şagird əldə etdiyi biliyi, məsələn, laboratoriya şəraitində məktəbdə ola bilər, evdə hər hansı bir problem yaranarkən şagird məktəbdə öyrəndiyi biliyi tətbiq edə bilirsə, deməli bu da artıq deməli onun nə dərəcədə effektiv olub-olmaması baxımından onu yoxlayır və bundan əlavə demək hansı yaş qrupunda olan uşaqlar arasında keçirilir? 4 ildən bir keçirilir. Bax, TIMS 4 ildən bir keçirilir, yadda saxlamaq lazımdır. 4-cü və 8-ci sinif şagirdləri arasında keçirilir. Belə ki, ilk dəfə uşaq 4-cü sinifdə oxuyarkən onun riyaziyyat və təbiət elmləri haqqında biliyini yoxlayır. Riyaziyyat və təbiət, üzr istəyirəm, riyaziyyat və təbiət elmləri haqqında biliyini yoxlayır. Daha sonra deməli 8-ci sinifdə həmin o eyni şagirdlər iştirak eləyir. Eyni şagirdlər iştirak eləyir, həmin o uşaqların 8-ci sinifdəki, 4-cü sinifdəki alınan nailiyyətləri ilə 8-ci sinifdəki nailiyyətlər də müqayisə olunur. Görən bu 4 ildə bu uşaqların təbiət və riyaziyyat haqqında, təbiət elmləri və riyaziyyat haqqında olan bilikləri nə dərəcədə inkişaf edir və hansı səviyyədədir? Deməli, eyni şagirdlər arasında aparılır müəllimlər. Deməli, qeyd eləyək ki, 95-ci ildən başlayaraq müxtəlif illərdə həyata keçirilib, 2019-cu ildə 7-ci dəfə keçirilir. TIMS-də 60-dan çox ölkə iştirak edib. Qiymətləndirmədə Azərbaycanda 2019-cu ildə qiymətləndirmədə Azərbaycan yalnız 4-cü sinif şagirdləri, 2019-da 4-cü sinif şagirdləri iştirak edir. Növbəti dəfə 2023-cü ildə isə dəyərli müəllimlər 8-ci sinif şagirdi. Yəni burada iştirak edən 4-cü siniflər artıq burada 8-ci sinif olaraq iştirak ediblər və əvvəlki dövrlərdən fərqli olaraq, yəni burada Azərbaycan ilk dəfə kompüter əsaslı keçirilib. Burada kağız üzərində keçirilib, amma burada kompüter əsaslı keçirilib. Bu da nə deməkdir? Artıq şagirdlərdə demək ki, rəqəmsal bacarıq müəyyən qədər formalaşdırılıb ki, artıq biraz da müasir tələblərə uyğun olaraq qoşulmuşdur. PIRLS bu nə deməkdir? Bu da deməli belə qeyd eləyək ki, 5 ildən bir keçirilir adətən. PIRLS-dəki yəni bu qiymətləndirmə adətən uşaqların oxu bacarıqlarını yoxlamağa xidmət edir. Uşaqların oxu bacarıqlarını oxuyub və oxuyub anlama, mətni oxuyub anlama keyfiyyətini yoxlamaq üçün istifadə olunur. Yəni şagird burada ilk dəfə 4-cü sinifdə keçirilir. İlk dəfə bu 2001-ci ildə keçirilməyə başlamışdı. 4-cü sinifdə oxuyan uşaqların oxumaq və oxuyub anlama bacarıqlarını yoxlamaq üçün keçirilib. Bundan əvvəl bir də bunu qeyd eləyim ki, yəni TIMS-də olduğu kimi PIRLS-də demək təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiyanın tədqiqat mərkəzi tərəfindən keçirilir. Yəni bunları keçirən eyni qurumlardır. Deməli burada dedik ki, 4-cü sinifdə oxu materiallarının qavranılmasının beynəlxalq qiymətləndirilməsidir. 2001-ci ildə demək başlayaraq həyata keçirildi. Burada qeyd eləyək ki, 4 il, yəni burada əsas maraqlı cəhətlərdən biri oldu ki, 4 il ibtidai təhsil səviyyəsində uşaqlar görəsən oxu bacarıqlardan nə dərəcədə yiyələniblər. Yəni təşkil olunan dərsliklər şagirdlərdə, yəni burada təkcə müəllimi fəaliyyəti deyil, eyni zamanda dərslikdəki materiallar da öz əksini tapmalıdır. Yəni burada yəni belə deyək ki, deməli Azərbaycanın məqsədi təkcə müəllimi qiymətləndirmək deyil, özü öz işini, təhsil sahəsində özü öz işini qiymətləndirməsidir. PIRLS-də dedik ki, ölkələrin oxu demək tədrisinin təkmilləşdirilməsi üzrə faktlar demək əldə olunmalıdır. O faktlar üzərində artıq öz işini təşkil etmiş olur. Ölkələr deyir ki, öz milli təhsil sistemini inkişaf etdirmək məqsədi ilə nailiyyətlər, testlər və sorğular vasitəsilə məlumat əldə edilir. Həm testlər vasitəsilə, həm də demək eyni zamanda sorğu məlumatları əsasında əldə olunur.
Demək, ölkə səviyyəsində nailiyyətlər, trendlərin demək olar ki, izlənilməsi, yeni və ya təkmilləşdirilmiş təhsil siyasətinin effektivliyinin müəyyənləşdirilməsi, sonra oxu tədrisinin zəif cəhətlərinin meydana çıxarılması və kurikulum üzrə islahatların stimullaşdırılması, PIRLS nəticələrinin tədqiq və təhlili əsasında təhsil sisteminin inkişaf etdirilməsi və sairə bununla bağlı bir sıra məsələlər öz əksini tapmış olur, dəyərli müəllimlər. Burdan da göründüyü kimi PIRLS 5 ildən bir keçirilir. TIMSS-də dedik 4 ildən bir keçirilir. PIRLS 5 ildən bir keçirilir. Növbəti gəlirik PISA. PISA nə deməkdir mahiyyət etibarilə? PISA beynəlxalq şagird qiymətləndirilməsi proqramıdır. Yəni bu da PISA-da digərlərində olduğu kimi, yəni bu da beynəlxalq şagird qiymətləndirilməsi proqramıdır və tədqiqat demək İqtisadi Əməkdaşlıq və Sosial İnkişaf Təşkilatı qurumu tərəfindən keçirilir. 3 ildən bir keçirilir dəyərli müəllimlər. 3 ildən bir. 3 ildən bir keçirilir. Demək, ilk dəfə 1997-ci ildə hazırlanmışdı, amma 2000-ci ildə demək olar ki, həyata keçirilməyə başlayır və bu ilk dəfə artıq burada yaş məhdudiyyəti var. Burada da yaş məhdudiyyəti var. Deməli, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və eyni zamanda təbii elm sahələri üzrə biliklərini, qazandığı biliklərini demək, məişətdə və eyni zamanda belə deyək ki, təhsil həyatında nə dərəcədə tətbiq etmələrini yoxlayır. Məsələn, deyək ki, dedik TIMSS riyaziyyat və təbiət elmləridir. Bu oxu bacarıqdır. Bu isə hər ikisini eyni anda qiymətləndirir. Burada isə 15 yaşlı uşaqların 15 yaşlı uşaqların yaş məhdudiyyəti var. 15 yaşlı uşaqlar arasında keçirilir və qeyd etdik ki, burada qazandığı biliklərin həyatda və eyni zamanda məişətdəki qarşılaşdığı problemlərə nə dərəcədə tətbiq edib etmədiklərini yoxlamış olur və eyni zamanda müəllimlər 3 kateqoriyada təməl, orta, yüksək kateqoriyasında qiymətləndirmə aparılır. Dedik ki, 3 istiqamətdə aparılır: riyaziyyat, təbiət elmləri və oxu bacarıqlarını qiymətləndirməsidir. Və göründüyü kimi, riyaziyyat üçün tələb olunan bacarıqlar. Məsələn, yenidən qurma. Siz yenidən qurma aparan zaman əvvəlcə məqsədlər qoymalısınız, hesablamağı başarmalısınız ki, yəni uşaq daha doğrusu başarmalıdır ki, mənim bu qurduğum mənim hansı işimə yarayır, mənim nə qədər vaxtımı aparacaq, nə qədər resurs tələb eləyir. Bunların hamısı hesablamadır və bu da riyaziyyata söykənən faktordur. Sonra sadə riyazi əməliyyatlar olmalıdır. Məsələn, nə ilə əlaqələndirmə. Təbii ki, burada məntiqi riyazi təfəkkür tələb olunur. Problemləri həll etmək üçün fərqli düşünmə və metodla bir araya gətirmək. Yəni uşaqlarda həm məntiqi riyazi təfəkkür və bundan əlavə analitik təfəkkür tələb edir. Çünki yəni burada dəqiq şəkildə düşünməlidir. Riyazi nəticələr əldə etmək, məsələn, hesablama, sadə hesablama vərdişləri olmalıdır. Günlük olaraq uşaq öz maliyyəsini planlaşdırmalıdır. Nə isə almaqdan ötəri, nə qədər məsələn qənaət etməlidir gün ərzində xərclərinə və s. riyaziyyatla bağlı olan biliklərdir. Yəni riyaziyyatda əldə etdiyi hesablamaları real həyatda tətbiq etməzdir. Məsələn, riyaziyyatda faiz məsələlərini öyrənibsə, bunu real həyatda hər hansı bir qiymətlər zamanı, yəni tətbiq edə bilər. Bundan əlavə, dəyərli müəllimlər, təbiət elmləri üçün tələb olunan bacarıqlar, faktları elmi cəhətdən izah etmək. Məsələn, elmi üslubun imkanlarından istifadə etmək nəzərdə tutulur. Burada elmi üslubla bilirsiniz ki, termin sıxlığına xidmət edir. Yəni, fikirlərini həmin öyrəndiyi sahənin terminlərindən istifadə edərək ifadə etməsidir. Bu da elmi araşdırmalar, metodlar dizayn etmək üçün qiymətləndirmək, məlumatları elmi olaraq şərh etmək, elmi dilinə şərh etmək. Daha sonra oxu bacarıqları ilə bağlı vəzifələr, məlumat əldə etmək və xatırlamaq. Məsələn, tutalım ki, oxuyub anlamaq və oxuduqlarını xatırlaya bilmək. Məlumat toplamasını şərh etmək. Məlumatı toplayır, oxuyur, daha sonra onu izah eləyir. Öz düşüncələrini əks etdirmək və mətni dəyərləndirmək. Məsələn, öz düşüncələrini ifadə etmək və yaxud da ki, yazmaq. Demək, oxuduqlarını
qeyd eləyir bir tərəfə və yaxud da mətni dəyərləndirmə, oxuduğu mətni dəyərləndirir, onun ideyasını müəyyən eləyir, mövzusunu müəyyən eləyir, problemi müəyyən eləyir. Bəs uşaqda oxuyub anlama bacarığı olmasa, bunları necə edə bilər? Təbii ki, edə bilməz. Və qeyd olunduğu kimi PISA, demək 2011-2015-ci illərdə aparılan PISA tədqiqatlarının nəticələrinə görə Şərqi Asiya ölkələri ön planda olub, hansı ki, burada Çindir, Koreya, Sinqapur, Yaponiya, Avropa ölkələrindən isə Finlandiya, Estoniya, İsveçrə, Polşa və Hollandiya ilk onluqdadır. Yəni belə qeyd olunur. Deməli, təhsil siyasətində çox qabağa gediblər və Azərbaycan da həmin ölkələrin təhsil siyasətinə istifadə etməyi hədəfləyir və artıq o yoldadır. Və tədqiqatlarda 3 dəfə iştirak etmişdi. PISA-da Azərbaycan 3 dəfə iştirak etmişdi. Dedik ki, 3 ildən bir keçirilir. Deməli, burada tədqiqatın nəticələri onu göstərir ki, şagirdlərimizin açıq tipli və fənlərarası inteqrasiya formatlı suallara düzgün cavab vermək bacarığı zəifdir. Deməli, şagirdlərin açıq tipli və eyni zamanda fənlərarası inteqrasiya suallara düzgün cavab vermək bacarığı zəifdir. İndi müəllimlər, burada beynəlxalq deməli qiymətləndirmədə alınan nəticələr dedik ki, bizim ölkəmizi təbii ki, qiymətləndirir. Təhsil sahəsində çalışan, təhsil sahəsində yeni islahat aparan hər kəsi maraqlandırır. Yəni bu prosesin əsas demək harda açıqlanır? Təbii ki, mətbuatda açıqlanmalıdır. Hər kəs məlumatlı olmalıdır. Çünki elə valideynlər var ki, bu beynəlxalq qiymətləndirmə ilə maraqlanırlar. Bundan əlavə, deməli, müəllimlər, təhsillə maraqlı olan, məsələn, metodistlərdir, təhsillə maraqlı olan, məsələn, jurnalistlərdir və s. digərlərin məlumatlı olması vacibdir. Ona görə də bu beynəlxalq qiymətləndirmədə alınan nəticələr mütləq şəkildə, açıq şəkildə, yəni açıq halda, yəni mütləq elan olunmalıdır ki, hər kəs bu barədə məlumat toplaya bilsin. Yəni, bundan alınan nəticələr hər kəs üçün əlçatan olmalıdır. Azərbaycan təhsil siyasəti və təkcə Azərbaycan deyil, başqa ölkələrin təhsil siyasəti haqqında da xalq özü də məlumat toplamalıdır. Belə dəyərli müəllimlər, mən dinlədiyiniz üçün təşəkkür edirəm. Diqqətinizə görə təşəkkürlər. Videonu izləməyi, şərh yazmağı, bəyənməyi unutmayın və sizə qaranlıq olan məsələ ilə bağlı şərh bölməsində fikir bildirə bilərsiniz və hansı mövzuda çətinlik yaşayırsınızsa, təbii ki, bunu halallıq verərək izahımı sizlərlə paylaşıram. Sağ olun.